Salam əziz uşaqlar, bugün sizə 11 yanvar 2026-cı ildə OTK-nın 9-cu siniflər üçün buraxılış imtahanına düşən sualları izah edəcəyik. Demək, burada izah edəcəyimiz variant hansı variantdır? A variantını izah edəcəyik. Başlayaq birinci sualdan. Deməli, şərtdə verilib ki, AB kvadrat kiçikdir 0, BC bərabər 0, A kvadrat B böyükdür 0 olarsa, ABC həqiqi ədədlərini müqayisə edin. Həqiqi ədədləri müqayisə etmək üçün biz ilk öncə bu ədədlərin işarəsini təyin etməliyik. Burada görürük ki, AB kvadrat kiçikdir 0. Baxırıq, yekun cavab kiçikdir 0, yəni yekunda cavab mənfi alınmalıdır. B kvadrat həmişə müsbətə böl olacaq. Buradan bilirik ki, A mənfi olmalıdır ki, yekun cavab müsbət olsun. Mənfi olsun. Deməli, A-nın işarəsini təyin elədik mənfi. Keçirik ikinci tərəfə. BC bərabər 0. Buradan hələ deyə bilmirik hansı nədir. İkinci tərəfdən A kvadrat B böyükdür 0. A mənfi ədəddir, kvadrat olacaq müsbət ədəd. Yekun cavabla böyükdür 0 müsbətdirsə, deməli B də müsbət olacaq. B-nin də işarəsinin müsbət olduğunu bildik. İndi burada yerinə qoyaq. BC bərabərdir 0. B müsbət ədəddir, yekun cavabı da 0-dır. Müsbət ədəd nəyə vursaq 0 olar? Təbii ki 0-a. Deməli A mənfi, B müsbət, C 0. Ədədləri müqayisə edəndə, deməli ən kiçik ədəd mənfi ədəddir. A kiçikdir C-dən, kiçikdir B-dən. A kiçikdir C-dən, kiçikdir B-dən. C variantı. 32-ci sualda rəqəmlərin müxtəlif olan ən böyük 3 rəqəmli cüt ədədin 9-a bölünməsindən alınan qalığı tapın. Rəqəmlərin müxtəlif olan ədədlər deyəndə ədədləri böyükdən başlayaraq azalan sırayla düzmək lazımdır. Məsələn 987. Ancaq burada cüt ədəd dediyi üçün deməli biz 986-nı seçəcəyik. Rəqəmlərin müxtəlif olan ən böyük cüt ədəd 3 rəqəmli ədəd bu ədəddir. 9-a bölünməsindən alınan qalığı tapın. Ədədlərin 9-a bölünməsindən alınan qalığı tapmaq üçün ədədin rəqəmlərin cəmini tapmaq lazımdır. Bu ədədin rəqəmləri cəmi 9 plus 8 plus 6. 17 plus 6 23. Deməli biz 23-ü 9-a bölməliyik. 23-ün 9-a bölünməsindən alınan qalıq 5. D variantı. Uzunluğu. Deməli, radius 8-dir. Bilirik ki, çevirən uzunluğu düsturu 2 pi düsturu ilə hesablanır. Radius 8 olduğu üçün L bərabərdir 2 pi vurulsun 8. Yəni, çevirən uzunluğu 16 pi olacaq. Cavab C variantı. Növbəti sualımız 34-cü sual. Qüvvətin xassələrinə aiddir. Bilirik ki, əsasları eyni olan qüvvətləri vurmaq üçün əsas olduğu kimi qalır və qüvvətlər toplanır. Birinci mötərizənin içini hesablasaq, A üstü 3-ü A üstü mənfi 1-ə vurduqda olacaq A üstü 2. Qüvvətində 3 vurulsun A üstü 4. Elədir A üstü 6 vurulsun A üstü 4. Cavab oldu A üstü 10. Deməli B variantı. 35-ci sual. ABC bərabər tərəfli üçbucağının bir dənə ABC bərabər tərəfli üçbucaq çəkək. A, B, C. Bərabər tərəfli üçbucağının BC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. D nöqtəsi. Bu üçbucağın AB tərəfi ilə 20 dərəcəli bucaq əmələ gətirən AD parçası. AD parçası çəkirik. AD parçası deməli ABC tərəfi üzərində BC tərəfi D nöqtəsini götürür. Bu üçbucağın AB tərəfi ilə 20 dərəcəli bucaq əmələ gətirən bura 20 dərəcə. Bir də AD parçası və K nöqtəsini kəsişirsə, BH hündürlüyü ilə K nöqtəsini kəsişirsə. BH hündürlüyü. Kəsişmə nöqtəsi K nöqtəsi olsun. AKB bucağını tapın. AKB. Bu bucağı istəyir bizdən. Deməli, bura 20 dərəcədirsə, bərabər tərəfli üçbucağın bütün bucaqları 60 dərəcədir və hündürlük həm median, həm də tənböləndir. Deməli, bura olacaq 30 dərəcə, 30 dərəcə, 30, 20, 50, 180-dan da 50 çıxırıq. Deməli, bizdən soruşulan bucaq 130 dərəcə olacaq. B variantı. 36-cı sualda çoxhəddini qruqları ayırın. Bu sual müxtəsər qurma düsturu ilə həll olunmalıdır. Baxırıq ki, x üstü 6-nı və y kubu neyinsə kvadrat kimi göstərmək olmaz. Ona görə a kvadrat çıx b kvadrat düsturu bunun üçün yaramır.
Ancaq bunların hər birini qüvvət şəklində göstərmək olur. 64'ü yaza bilərik biz. 4'ün kubu kimi 4x kvadratın kubu yazırıq birinci tərəfi. İkinci tərəfdə yazırıq 3y-in kubu. Bu ifadəni də kublar düsturuna açdıqda a kub minus b kub düsturuna əsasən birinci tərəfdə olur a minus b, yəni 4x kvadrat minus 3y vurulsun. İkinci tərəfdə a kvadrat plus ab plus b kvadrat. A kvadrat, yəni birinci ədədin kvadratı 16x üstü 4 plus, diqqətli olmaq lazımdır ki, burada işarə dəyişir. Plus ab, yəni bunların ikisinin asili 12x kvadrat y plus ikincinin kvadratı 9y kvadrat. Baxırıq, variant hansıdır? 4x kvadrat çıxılsın 3y, 16, 9y kvadrat C variantı. Başlayaq. Deməli, 37-ci sualda A və B çoxluqları üçün A elementləri 3, 4, 5, 6, 7 və B 5, 6, 7, 8 olarsa A kəsişir, B-ni tapın. Kəsişmə bilirik ki, hər iki çoxluğa daxil olan elementlər deməkdir. Baxırıq, hər iki çoxluqda olan elementlər 5 var, burada da 5 var, 6 var, burada da 6 var, 7 var, burada da 7 var, başqa ortaq element yoxdur. N A kəsişir B, yəni kəsişməsində olan elementlərin sayı, bu da 3 dənə olduğu üçün cavab C variantı. 38-ci sual. A-nın hansı müsbət qiymətində kəsirin mənası yoxdur? Bilirik ki, kəsirin o vaxt mənası olmaz ki, məxrəc 0 olsun. Çünki riyaziyyatda sıfıra bölmə əməli yoxdur. Ona görə yazırıq. Deməli, məxrəci sıfıra bərabərləşdirib həll edirik. 2A bərabərdir 0. A-nın mötərizə xaricində çıxartsaq. A minus 2 bərabərdir 0. Buradan alırıq A bərabər 0. A bərabər 2. Bizdən də soruşur, hansı müsbət qiymətində? Biz 2 cavab almışıq. 0 və 2. Müsbət qiyməti deyirsə, deməli cavab olacaq 2. B variantı. Deməli, 39-cu sualda ifadəsində vurğu kök işarəsi altından çıxardım. Baxırıq, burada deməli 32-dən kök çıxmır və A kubdan kök çıxmır. Kökün dərəcəsi 2-dir, cüt dərəcəli kökdür və burada diqqət olunması məqam ondan ibarət ki, biz demişdik ki, cüt dərəcəli kökdə kökaltı ifadə mənfi ola bilməz. Ancaq burada mənfi 32 yazılıb. Biz buradan bilirik ki, deməli A da mənfi olmalıdır ki, yekun cavab müsbət olsun. Deməli, 32-dən kök çıxartmaq üçün 32-ni xırdalayaq, yazırıq 16 vur 2 kimi. A kubda yazaq, A kvadrat vur A kimi. 16-dan kök çıxır 4. A kvadratdan kök çıxır A. Ancaq biz şərtdə demişdik ki, A mənfi ədəddir. Mənfi ədəd olduğu üçün qarşısına bir mənfi yazırıq ki, bunu müsbətə çevirək. Kökün içində qalan ədədlər. Deməli, mənfi 2A. Cavabımız mənfi 4A, mənfi 2A, D variantı. Növbəti sualımız. 40-cı sualda deyilir ki, meyvə qurudulduqda kütləsinin 60%-ni itirir. 12 kiloqram meyvə qurusu almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? Deməli, kütlənin 60%-i itirsə, yerdə 40%-i qalır. 40%-i qalır və o da 12 kiloqram meyvə edir. Deməli, tənasüblə yazsaq, belə yaza bilərik biz. Yerdə qalan 40% olduğu üçün yazırıq 40%-i 12, 100%-i x. Tənasüblə əldə eləsək, 40x bərabərdir 1200, x da bərabərdir 30. Cavab A variantı. -41-ci sual. Fərqi 46 olan qonşu bucaqların kiçiyini tapın. Bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Deməli, bucağın biri alfa, biri beta olsa, alfa plus beta bərabər 180 və bunların fərqi 46-dır. Alfa minus beta bərabərdir 46. Tərəf-tərəfə toplasaq, 2 alfa bərabərdir 180 üstə 46, 226. Alfa da bərabərdir 113. Bizdən kiçik bucağı istəyir. Ona görə
Kiçik bucaqda beta demişdik. Beta da bərabərdir 180 çıxılsın 113. Bu da bərabər olacaq. Neçə oldu? 67 dərəcə. Variant Y variantı. Qırx iki. Yan tərəfi 5 olan bərabər yanlı trapesiyanın oturacaqları 6 və 12 olarsa, trapesiyanın hündürlüyünü tapın. Bərabər yanlı trapesiya deməli, yan tərəfləri 5-dir. 5, 5 və oturacaqları 6, 12. Böyük oturacaq 12 yazaq, kiçik oturacaq 6 yazaq, hündürlüyünü tapın. Hündürlüyü tapmaq üçün buradan təpə nöqtəsindən 2 dənə hündürlüyü çəkirik. Deməli, bundan tezdən izah edeyim. Yan tərəfi 5 olan bərabər yanlı trapesiyanın oturacaqları 6 və 12-dir. Bu trapesiyanın hündürlüyünü tapın. Deməli, verilmiş trapesiya belədir. Yan tərəfləri 5, 5, oturacaqları 12 və 6. Bunun hər iki tərəfindən hündürlüklər çəkirik. Bu hündürlüklər, deməli, 12-dən 6 çıxırıq. Qalır 6. O 6-nı da 2 hissəyə böləndə 3, 3. Burada da düz bucaqlı 3 bucaq alındığı üçün Pifaqor ədədlərinə görə 5, 3. Deməli, hündürlük də olacaq 4. Cavab B variantı. Yenə müxtəsər vurma düsturunun köməyi ilə ifadəni sadələşdirməliyik. Bunun üçün birinci kəsirin surətində deməli, A kvadrat minus 16 ifadəsini açırıq A minus 4, A plus 4 şəklində. Məxrəcdə A plus 4-ün kvadratıdır. Olduğu kimi saxlayırıq. Vurulsun. İkinci kəsirdə 4 plus A. Məxrəcində 2-ni mötərizə xaricə çıxarsaq 4 minus A. İndi baxırıq burada nələri ixtisar etmək olar. A plus 4 ilə 4 plus A-nın biri ixtisar getdi. O qalan bir dənə də bununla ixtisar getdi. Deməli, A minus 4 ilə də 4 minus A-nı ixtisar eləmək olar. Qalacaq mənfi 1. Deməli, cavab oldu mənfi 2-də 1. Mənfi 2-də 1, yəni mənfi 0,5. Cavab D variantı. Deməli, 44-cü çalışma ifadəsinin qiymətini hesablayın. 0,4. Bunları adi kəsrə çevirib toplamalıyıq. Yazırıq. Deməli, 0,4. 9-da 3 deməkdir. 9-da 3 üstə gəl. Bu 1,4. Yəni 1,9-da 3 deməkdir. Üstə gəl. Bu isə 2,9-da 3 deməkdir. Qarışıq ədədləri toplamaq üçün tam və kəsr hissələri ayrı-ayrı toplaya bilərik. 1 tam, 2 tam oldu, 3 tam. Məxrəcləri eyni olduğu üçün olduğu kimi qalır 9. Surətləri toplasaq, surətlər də oldu 9. 9-da 9 1-ə bərabərdir. 3 plus 1 cavab oldu 4. B variantı. 45-ci sual. Fərq azalandan A vahid kiçik olarsa çıxılanı tapın. Əvvəlcə azalan çıxılan fərqə aid bir nümunə yazaq. A çıxılsın B, olsun C. Bu azalan, çıxılan fərq. Fərq azalandan A vahid kiçik. Fərq C'dir. Azalandan, azalan isə A'dır. A vahid kiçik. Deməli, C açıq C bərabərdir A. Fərq azalandan A vahid kiçik. Fərq C idi, azalanda A idi. Açıq C A vahid kiçik, düzdür. Çıxılanı tapın. Çıxılan nə idi? C. Deməli, buradan açıq C, bu ifadədə açıq C bərabər ilə B alınır. Açıq C bərabər D, buradan B bərabər A. Neysə, düzdür, bərabər A. Bunda Y variantı. Saxlamışdım prosta orada yesinə. Təzdən izahləyin, bunu yoxsa qalsın belə. 46. 46-cı sualda tənliklər sistemindən x çıx y fərqini tapın. Tənliklər sisteminin bir neçə üsulla həlli var. Baxaq ki, bu tənliyə görürük ki, bunu həll etmək üçün ən rahat yolu toplama üsuludur. X çıx y-i birbaşa da tapmaq olardı. Əmsallar x çıx y-ə uyğun, onların misli versəydi.
Ancaq bu ifadədə onların misli vermir. Ona görə x-i, y-i ayrı tapıb bu tənlikləri həll etməliyik. Baxırıq, deməli, y dəyişənini itirmək üçün birinci tənliyin hər tərəfini vuraq 3-ə, ikinci tənliyin hər tərəfini vuraq 2-yə, y-in əmsalları eyniləşsin deyə. Olacaq 9x çıxılsın 6y bərabər 36. Buradan alınır 4x üstə gəl 6y bərabərdir -10. Bu tip çalışmalarda şagirdlərin ən çox səhvə yol verdiyi bərabərliyin sağ tərəfini vurmurlar. Yəni vuranda bərabərin bütün hədləri vurulduğu, demək hansı yerdə vurulsa hamısı vurulmalıdır. İndi bu tənliyi tərəf-tərəf toplasaq 13x bərabərdir 26, x bərabərdir 2, x-in qiymətini yerinə qoysaq, burada yerinə qoysaq, x 2-dirsə 8 üstə gəl 6y bərabərdir -10, 6y bərabərdir -18, y də bərabərdir -3. Bizdən istədiyi x çıx y-dir, yəni 2 çıxılsın -3, cavab 5. 47-ci sualda tərəfləri 4-6 olan paraleloqram perimetri tərəfi A olan rombu perimetrinə bərabərdir. Biz birinci bu deyilən paraleloqram perimetrini tapaq. Perimetr düsturu paraleloqram üçün bilirik ki, düzbucaqlı ilə eynidir. Və buradan taparıq P bərabərdir 2 vurulsun 4 plus 6. Yəni 20. Paraleloqram perimetri 20-dir. Deyir, tərəfi A olan kvadrat rombun perimetri ilə eynidir. Rombun da perimetri 4A-dır. Yəni bütün tərəfləri bir-birinə bərabər olduğu üçün. Buradan rombun tərəfini tapmaq üçün deməli 20 bərabərdir 4A, A bərabərdir 5, rombun tərəfi 5-miş. Deməli 48-ci sualda surətdə birinci kəsirin surəti 2026 kvadratı çıxılsın 2025-in kvadratı, 2025-in kvadratı məxrəcində 4051. Üstə gəlinsin, ikinci kəsirdə isə 2025-in kvadratı çıxılsın 2024-ün kvadratı, məxrəci 4049. 4049. Bərabərdir. Deməli, birinci müxtəsər vurma düsturu ilə surətləri açsaq, A kvadrat minus B kvadratın açılışı bilirik ki, A minus B, A plus B-yə bərabərdir. 2026 çıx 2025 oldu 1. 2006 üstə gəl 2025 elədi 4051. İkinci tərəfdə də yenə eyni düsturdan 2025 çıx 2024 oldu 1. Vurulsun, onların da cəmi 2049. 2049. 4049 istəyirəm. 4049. Məxrəcləri eyni, məxrəcləri də deməli bunların 4051 birinci kəsirin məxrəci idi. 4049 ikinci kəsirin məxrəci idi. Bunlar ayrı-ayrı kəsirdir. Bir yerdə yanlışlıqla yazmışıq. Bunları düzəldək. Demək, kəsirlərin arasında da toplama işarəsi var idi. Plus 1 plus 1 bərabərdir 2. 256 üstü 3M. 256 üstü 3M. Üstə gəlinsin 4 üstü mənfi 2M-in qiymətini istəyir bizdən. M-in də qiyməti verilib 0,25. M-in qiymətini burada yerinə qoyub ifadəni hesablaya bilərik. 256-nın əvəzinə yazırıq 4 üstü 4. Üstündə də 3M. 3M. Üstə gəlinsin. Burada 4 üstü mənfi 2M. İndi qiymətləri qoyaq. Deməli, M-in qiyməti 4-də 1 idi. 4 üstü 4. Üstü 4-də 1. Üstü 3. Bunu belə yazdıq ki, ixtisar gedə bilsin. Plus 4 üstü. Deməli, mənfi 2. Mənfi 2 vur 0,25. 0,25. Bu da bərabərdir. Bunlar ixtisar gedir. Burada qaldı 4 üstü 3. 4 üstü 3. Üstə gəlirsin. 2-ni də 0,25-ə vuran 4-də 1. 4 üstü mənfi 2. 2-ni 0,25-ə vuran 2-də 1.
4 üstü mənfi 2-də 1. Bu da bərabərdir 64 üstə gəlinsin. 4 üstü mənfi 2-də 1. 1 bölünsün 4 üstü 2-də 1 demək. Yəni kök altda 4 deməkdir. Kök altda 4 də 2-də 1-dir. Bu da 64 üstə gəl 2-də 1. Yəni 64 onunla 5. Deməli 50-ci sualda mərkəzi O nöqtəsində olan çevrədə AT toxunan, AD isə kəsəndir. AC 4 verilənləri üstündə yazaq. Deməli AC 4-dür. CD 5-dir. CD 5-dir. AT toxunanın uzunluğunu tapın. Biz toxunanın düsturuna əsasən bilirik. Toxunanın kvadratı bərabərdir. Yəni belə bir düsturumuz var. Toxunanın kvadratı. AT kvadratı bərabərdir. AC vur bütöv hissə AD. Bu düsturu bura tətbiq eləsək, AT kvadrat bərabərdir. 4 vurulsun, bütöv hissə 9. Yəni 4 plus 5, 9. Bu da elədir 36. AT kvadrat 36 isə deməli AT 6-ya bərabərdir. A bölü 1 5-də 3, ifadəsinin qiyməti tapın. Deməli 51-ci sualda A bərabərdir 5-də 3 verilib. Bizdən istəyir B bölünsün, B çıxay ifadəsinin qiymətini tapmaq. Buradan biz mütənasiblərlə istifadə edərək A-nı 3K, B-ni 5K ilə ifadə edə bilərik. Gətirib bu ifadədə yerinə qoysaq, deməli B-yə biz 5K demişdik, yazırıq bura 5K. A-ya, B-yə burada da 5K demişdik. A isə 3K olduğu üçün yazırıq bura 3K bərabərdir. Deməli, surətdə 5K, məxrəcdə 2K, kalar ixtisar getdi, 5-i də 2-yə böldük, 2 onda 5. 52-ci sualda ABCD rombunda bucaq A 3x çıx 10, bucaq C 2x üstə gəl 10 olarsa ABD bucağını tapın. Rombun bilirik ki, qarşı bucaqları bərabərdir. Yəni bucaq A, bucaq C bir-birinə bərabər olduğu üçün bu ifadələri də bir-birinə bərabərləşdiririk. 3x çıxılsın 10 bərabərdir 2x üstə gəlinsin 10. Buradan alınır x bərabərdir 20. X-i 20 tapdıq. ABD bucağını istəyir bizdən. ABD. Yəni bu bucağı istəyir. Bu da rombun diaqonalıdır. Bilirik ki, rombun diaqonalları həm də bucaqların tən bölənidir. Biz birinci ABC bucağını tapaq. ABC bucağını. ABC bucağı x 20 idisə, deməli A bucağı olacaq. 3 vurulsun 20, çıxılsın 10. Elədir 50 dərəcə. A bucağı 50 dərəcədirsə, onda B bucağı olacaq 130 dərəcə. B bucağı 130 dərəcə oldu. 130 dərəcənin də tən böləni, yəni ABD. Elədir 65 dərəcə. Üçüncü çalışmada ABC düzbucaqlı üçbucağın AC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. ACB 90 dərəcə şəkildən verilib. AB 11, yəni hipotenuz 11-dir. BC köşkə 21-dir. AD 8-dir. Bizdən BD tərəfinin uzunluğunu istəyir. BD-yə də yazaq X. Parçasının uzunluğu. Deməli, biz burada düzbucaqlı üçbucaqda başqa nə verilib? 90 AB, BC köşkə 21. Fiqor teoreminə görə AC tərəfini tapa bilərik. AC bərabərdir kök altında 11-in kvadratı çıx köşkə 21-in kvadratı. Yəni 11-in kvadratı 121, köşkə 21-in kvadratı 21 oldu 100. Bu da 10-a bərabər oldu. Demək AC tərəfinin bütöv uzunluğu 10-dur. AD 8 olduğu üçün DC olur 2. Bizdən də BD tərəfini istədiyi üçün yenə Pifaqor teoremindən yazırıq. BD bərabərdir kök altında köşkə 21-in kvadratı, yəni 21. Bir də bu 2-nin kvadratı. Üstə gəl 4. Elədir, kök altda 25. Deməli, BD tərəfi 5-ə bərabərdir. Onlar. Bilmədim sən. Cəmi 77 olan 3 ədəddən ikinci ədəd birincidən 3 dəfə böyük, üçüncüdən isə 7 vahid kiçikdir. Bu ədədlərin hasilini tapın. Deməli, bu ədədləri biz göstərək. Birinci ədəd, ikinci ədəd, bu olsun üçüncü ədədimiz. Şərtdə nə deyir ki, bunların cəmi 77-dir. Cəmi 77-dir. 3 ədəddən ikinci ədəd birincidən 3 dəfə böyük. Birinci ədədə x desək, ikinci ədəd olacaq 3x. Yəni, ikinci ədəd birindən 3 dəfə böyük olur. Üçüncüdən 7 vahid kiçik. Üçüncüdən 7 vahid kiçikdirsə, deməli, üçüncü
Bundan 7 vahid böyük ədəd olacaq. İkinci ədəd birinci. 7 vahid böyük. Yəni 3x plus 7. Bunların da cəmi 77 olmalıdır. Yəni x üstə gəlinsin 3x, üstə gəlinsin 3x, üstə gəlinsin 7, bərabər 77. 7x bərabərdir 70, x bərabərdir 10. Yəni birinci ədədimiz bizi 10'dur. Bu ədədlərin hasilini tapın. 10, bu ədəd 3x 30, bu ədəd isə 37. 37. Bu ədədlərin hasilini tapanda, yəni 10 vurulsun 30, vurulsun 37. Bunları da bir-birinə vursaq. 3 7'nin 21, 1 2 hatta 3 9, 2, 11, 11.100. Bunu o tərəfdən keçin. Deməli, ABC çoxluqları ilk 120 natural ədəddən uyğun olaraq 3'ə, 4'ə, 5'ə qalıqsız bölünən natural ədədlərdir. Ədədlər çoxluğu olarsa, ştrixlənmiş hissədə olan ədədlərin sayını tapın. Deməli, A çoxluğu 3'ə bölünən, B çoxluğu 4'ə bölünən, digər C çoxluğu isə 5'ə bölünən natural ədəddir. İlk 120 ədəddən. Biz birinci bunların hər üçünün yerləşdiyi hissəni tapaq. Yəni, bu ədədlərin hər üçü bölündüyü ədədlərin sayını bu hissədə yazacağıq. Üçünün ortaq hissəsində. Bunu tapmaq üçün, deməli, həm 3'ə, həm 4'ə, həm 5'ə bölünən ədəd deməli bölünməlidir 60'a. Ona görə 120'ni bölürük 60'a. 2 dənə. Bu ədədlərin hər üçü də bölünən ədəd 2 dənədir. Digər hissədən isə həm A-ya, həm B-yə bölünən ədədləri tapaq. A-ya və B-yə bölünən ədəd. 3'ə və 4'ə bölünən ədədlər isə, yəni 12'ə bölünən ədədlər. İlk 120 ədədlərindən 12'ə bölünən ədədlərin sayı 10 dənədir. 10 dənədən ikisini buraya yazmışıqsa, demək bu ştrixlənən yerdə 8 dənəsi qalacaq. Ştrixlənmiş hissədə olan ədədlərin sayı cavab 8.